Bugün sizlərə Singapurdakı ekoloji vəziyyətdən danışmaq istəyirəm. Singapur sadəcə müasir texnologiyalarından deyil, həmçinin tullantıların idarə olunmasına da diqqət mərkəzindədir. Bəs burada plastik tullantılar necə idarə olunur? Ölkə ərazisi kiçik olduğuna görə ölkədə sadəcə bir zibil poligonu Semakau var və onun 2035-ci ilə qədər dolmağı gözlənilir. Buna görə də Singapurda plastik tullantılar üst-üstə yığılmaq yerinə yandırılır. Plastik tullantılar yüksək temperaturda yandırıldığına görə bu proses elektrik enerji istehsal etməyə imkan yaradır. Onların yandırılması Singapurda plastik tullantıların 90%-nin azad edilməsindən yanaşı, həmçinin elektrik enerjisinə olan tələbat 3%-ni təmin edir. Ancaq Singapur daha ekoloji həllər axtarır. 2013-cü ildən böyük marketlərdə plastik torbalar ödənişli olmağa başlayır və bu addım insanların plastik istifadəsini azaltmağa kömək edir. Lakin hələ də böyük bir məsələ aktual idi. Plastiklərin cəmi 4-6% təkrar emal olunurdu və onlar yandırıldıqlarına görə ətrafa karbon qaz buraxırdılar. Bütün bunların öhdəsindən gəlmək üçün isə Singapur hal-hazırda yeni texnologiyalar üzərində işləyir. Kimyəvi emal plastik tullantıları yeni xamala çevirə biləcək. Həmçinin plastik tullantıların yanıcıya çevrilməsi barədə də araşdırmalar gedir.